Salam, bugün sizinlə ləzgi mətbəxindən çıxan yeməyi hazırlayacağım. Bunun üçün əvvəlcə xəmir yoğuraq. Bizə duz, su və un lazımdır. Ərzaqların miqdarını videonun altında qeyd edəcəm. Xəmiri yoğurduqdan sonra üzərini streçlə bağlayıb kənara dinlənməyə qoyuruq. İndi isə içliyi hazırlayıram. Bunun üçün mənə azca kərə yağı və qiymə lazımdır. Bunları qovurmağa başlayıram. Soğanı belə xırda-xırda doğrayıram. Və bunu da qiymənin üzərinə əlavə edirəm. Azca duz və istiot da əlavə elədim. Bu yeməyi bişirmək üçün bizə kartof lazımdır. Kartofları bu göstərdiyim formada doğrayırsınız. Və bunu da qiymənin üzərinə əlavə elədikdən sonra altını söndürürük. Çünki çox qovurmağa ehtiyac yoxdur. Sobada bişəcək deyə onun içi tam pişmiş vəziyyətdə olacaq. İndi isə xəmiri 2 kündəyə ayırırıq. Əvvəlcə böyük kündəni yayırıq. Bu formada yaydıqdan sonra mən əvvəlcədən əritdiyim yağla üzərini yağlayıram. Bu formada bükürəm. Kənara qoyaraq ikinci kündəni də eyni formada açıram və içərisini yağlayıram. Daha sonra lap birinci içi yağlanmış xəmiri yayaraq soba listinə qoyuram. İçliyi də əlavə edirəm. İkinci yağladığım kündəni belə açaraq üzərini örtürəm. Qıraqlarını möhkəm bağlayıram ki, bişəndə açılmasın. Üzərini belə çəngəllə deşirəm ki, içərisi daha yaxşı bişsin. Mən üzərinə yumurtanın ağı ilə belə yumurta ağı çəkirəm. Siz istəsəniz sarı qarışıq da çəkə bilərsiniz. Və sonda 200 dərəcədə bişməyə göndərirəm. Əgər videonu bəyəndinizsə, like edib abunə olmağı unutmayın. Təşəkkür edirəm.